Salam, bu videoda Elektroweb proqramında ilin bağlanması əməliyyatını icra edəcəyik. Bunun üçün mühasibat uçotu moduluna daxil oluruq. Burada əməliyyat jurnalına daxil oluruq. Funksiya bölümünə keçid edib, ilin bağlanması bölümünə daxil oluruq. Burada köhnə ilin bağlanması və qalıqların yeni ilə köçürülməsi bölümü açılır. Əvvəla biz bu bölümü nə üçün istifadə edirik? Biz bunu hər il sonu nə üçün edirik? Onu izah edeyim. Bu əməliyyatı etməyimizdən məqsəd keçmiş ildəki olan qalıqları yeni ildə görə bilməkdir. Yəni biz hal-hazırda 2025-ci ilə bağlayacağıq və 2026-cı ilə 2025-dən keçən qalıqları köçürəcəyik. Bunun üçün şirkət bölümündən test edəcəyimiz şirkəti seçdik. Filial və başlanğıc tarixi. Başlanğıc tarixi köhnə ilin başlanğıc tarixidir. Yəni 2025-ci ilin yanvarın 1 tarixini seçdik. Bitiş tarixi olaraq da dekabr ayının 30 seçirik 2025-ci il. Aşağıda iki əlavə seçenek var. Bunlardan biri xərc mərkəzlərini aktiv edə bilərik. Əgər siz 2025-ci il üzrə hesabatlarınızı xərc mərkəzlərinə əsasən aparmısınızsa, bu butonu aktiv edə bilərsiniz. İkinci bir funksiya daha var. Bu onun üçündür ki, sadəcə açılış sənədi yaradır, keçmiş ili bağlamır. Bizim bu funksiyaya ehtiyacımız yoxdur. Yaddaşda saxla düyməsinə basaq. Əməliyyat icra olundu yazıldı və bağlanış və açılış sənədləri yaradıldı. OK düyməsinə basırıq və 2026-cı ilin əməliyyatlar jurnalında açılış müxabiləşmə əmrini görə bilərik. Daxil olanda 2025-ci ildən 2026-cı ilə keçən qalıqları görə bilərik. Həmçinin bu sənədi biz sənəd növü səsindən də filtrasiya edə bilərik. Biz buradan sənəd növündə açılış balansını seçdik. Sadəcə 2026-cı il üzrə açılış balansını görə bilərik. Həmçinin bunu balans cədvəlindən də görə bilərik. Balans cədvəli bölümünə keçid edirik. Burada detallı funksiyasını aktiv edirik. 2026-cı il üzrə sadəcə keçən ildən keçən qalığı görmək istəyiriksə, giriş növü səsindən açılış balansını seçirik. Göstərdiyim məsələ basıb sadəcə açılış balansını görə bilərik ki, 2025-ci ildən nə qədər qalıq keçir.